Biraz da danışaq sosial məsələlərimizdən. Aprelin 16-sında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bir video konferans formatında iclası keçirildi. Gündəlikdə iki məsələ də müzakirəyə çıxarıldı. Ümumiyyətcə, o müzakirələr nədən ibarət? Yəni, hansı qanunda dəyişikliyin edilməsindən bəhs olunur? Güzəştlər nədən ibarət ola bilər? İstəyirəm elə sualımızı ünvanlayaq. Studiya qonağımız var. Əmək və Sosial Siyasət Komitəsinin Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bizimlədir. Xoş gəlmişsiniz Musa bəy. Salam, xoş gördük. Müzakirə olunub aprelin 16-sında. İki qanuna dəyişikliyin edilməsi ilə bağlı məsələlərdən söhbət gedir. Hansı qanunlardır bunlar Musa bəy? Birinci onlardan başlayaq. Tamamilə doğru deyirsiniz. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sonuncu iclasında iki məsələyə baxıldı. Gündəlikdə bunlar əmək pensiyaları haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi idi. İkinci oxunuş üçün biz onu tövsiyə etdik Milli Məclisin plenar iclasına. Bir də sosial xidmət haqqında qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı idi. Bunu da biz üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə etdik. Əmək pensiyaları haqqında qanunda nəzərdə tutulan dəyişikliklərin əsas mahiyyəti ondan ibarət edir ki, pensiya təminatının həyata keçirilməsində, pensiyaların maliyyələşdirilməsində dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin arasındakı sərhədlər daha da dəqiqləşdirilir. Bilirsiniz ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi əsas iki istiqamətdən formalaşır. Sosial sığorta haqlarından, bir də dövlət büdcəsindən transfertlər hesabına. Sosial sığorta haqlarından formalaşan vəsait işləyən vətəndaşlarımızın sosial sığorta haqları ödəyirlər 22% iş yerindən, 23% isə vətəndaşın özü o vətəndaşımızın pensiya təminatına yönəlir. Bir də var ki, dövlətin müəyyən öhdəlikləri var ki, pensiyadan əlavə və bəzi kateqoriya vətəndaşlarımıza əlavə pensiyaların üstünə əlavələr verir dövlət. Bu da dövlət büdcəsindən maliyyələşir. Hal-hazırda 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 7,7 milyard manatdır. Onun təxminən 6,1 milyard manatı deməli sosial sığorta hesabına formalaşır. 1,6 milyard manat isə dövlətdən transfert hesabına maliyyələşir. Dövlət transferti hansı xərcləri qarşılayır? Dediyim kimi, hərbiçilərin pensiyalarına əlavələr var. Qazilərin pensiyalarına əlavələr var. Şəhid ailələrinin pensiyalarına əlavələr var. Deyək ki, seçkili orqanlarda çalışanlardır, deputatlardır, Mərkəzi Seçki Komissiyasının əməkdaşlarıdır, ombudsmandır, hakimlər var və prokuratura sistemində çalışır. Bunların pensiyalarına əlavələr isə dövlətin öhdəliyi kimi büdcədən ödənilir. Bizim bu sonuncu baxdığımız qanunda isə daha 3 kateqoriya şəxs də bu sıraya əlavə olundu. Bunlar 5 və daha çox uşağı olan analar və yaxud da ana yoxdursa atalar, onlar 5 il güzəştli şərtlə pensiya çıxırlar. Yəni 65 yaşında deyil, 60 yaşında pensiya çıxırlar. Həmin o pensiya çıxdığı güzəştli illərin müddəti, 5 ilin müddəti dövlət büdcəsindən maliyyələşdirir. Çünki o dövlətin öhdəliyidir, o güzəştli dövlət yaradıbdır. İkinci kateqoriya insanlar, bəzi xəstəliklər var ki, hipofizar anevrizm deyilir, lüloputlar və yaxud da bədənin tənasüblüyü itirilmiş belə xəstə insanlarımız, onlar hətta 20 il qabaq pensiya çıxa bilirlər səhətinə görə. 20 il, kimsə istəyər 20 il çıxar, kim istəyər 10 il sonra çıxar, 15 il sonra onun öz işidir. Amma 20 ildə bu hüquq yaranır, həmin müddəti də dövlət ödəyəcəkdir. Üçüncü kateqoriya şəxslər isə deməli, xəstə yaxud əlilliyi olan birinci qrupda, əlilliyi olan şəxsə qulluq edən, bir də ailənin ahıl üzvünə qulluq edən şəxs də sığorta kapitalı əldə etmiş olur və onun da aldığı pensiyanı dövlət ödəyəcək, öhdəliklərini dövlət ödəyəcək. Yəni, burada məsələ ondan ibarət ki, pensiya təminatı ardıcıl olsun, təminatlı olsun və dövlətin və sığortanın öz öhdəlikləri də qəti şəkildə müəyyənləşdirilsin. İkinci baxdığımız qanun isə sosial xidmət haqqında qanuna əlavə və dəyişikliklərdir. Burada bir xeyli dəyişikliklər var. Bunun hamısı humanist xarakterdir. Vətəndaşlarımızın sosial xidmətə əlçatanlığı daha da yaxşılaşdıran və sosial xidmətin dairəsini genişləndirən dəyişikliklərdir. Hansı insanlarımız sosial xidmətə götürülür? Birinci növbədə tək yaşayan ahıl insanlar, yəni 70 yaşından üstündə olan, tək yaşayan və ona yaxınlıqda yaşayan, ona qulluq etməyə borclu olan ailə üzvü olmayan şəxslər.
Bu şəxslərin, bu qanun ümumiyyətlə 2013-cü ildə qəbul olunmuşdur. Həmin vaxtda yazılmışdı ki, qanunda eyni yaşayış məntəqəsində yaşayan, ona baxmağa borclu olan ailə üzvü yoxdursa, tənha yaşayan ahıla və yaxud da ki, əlilliyi olan şəxsə dövlət onlara xüsusi adamlar ayırır, sosial xidmət ayırır və onun sosial məişət qayğıları həmin adamlar tərəfindən, dövlət tərəfindən həyata keçirilir. Amma Bakı şəhərində bu cür formulovka problem yaradır. Çünki Bakı şəhəri böyük bir yaşayış məntəqəsidir. Deyək ki, ahıl şəxs, tənha yaşayan ahıl şəxs, misal üçün yaşayır Hövsanda, ona baxmağa borclu olan qohumu deyək, ailə üzvü, oğlu mu, qızı mı, yaşayır Qaradağda. O mümkün deyil ona getmək, ona baxmaq, ona qulluq eləmək. Çünki bunun evi tamam başqa yerdə işləyirsə. Ona görə də biz dəyişiklik edirik bu qanunda. Çox vacib bir dəyişiklikdir ki, Bakı şəhərində eyni rayonun ərazisində yaşayan qohumu yoxdursa, övladı yoxdursa, ona baxmağa borclu olan, onda onu dövlət öz himayəsinə götürür. Digər bir dəyişiklik ondan ibarətdir ki, günərzi mərkəzlər var. Tutaq ki, elə şəxslər var ki, əlilliyi olan gənc adamdır. Amma istəyir bir rəssamlıq öyrənsin, istəyir bir peşə öyrənsin özündə və yaxud da ki, günün asudə keçirməkdən ötürü belə gündüz fəaliyyət göstərən dövlətin mərkəzləri var. O mərkəzlərə kimlər cəlb oluna bilər və o mərkəzlərdə onlara hansı maraqlı və əyləncəli məsələn, proqram təşkil oluna bilər ki, onların günləri orada rahat keçsin və faydalı keçsin. Bu məsələ də qanunda öz həllini tapmış oldu. Digər bir orada dəyişiklik ondan ibarətdir ki, bu insanlara həm də bir maarifləndirici, pedaqoji və psixoloji yardım göstərmək üçün qanunvericilikdə xüsusi müddəa yaranıbdır və onlar da dövlət hesabına bu xidmətləri ala biləcəklər. Eyni zamanda burada həm də sosial xidmətə götürülən şəxsin də məsuliyyəti müəyyənləşir. Qanunumuzda əvvəl var idi, sosial xidmət edən şəxsin məsuliyyəti, məsələn, o sosial xidmətə götürdüyü insana, ona xidmət etdiyi insana deyək, ləyaqətinə yanaşmalıdır, hörmətlə yanaşmalıdır, şəxsiyyətini alçaltmamalıdır, ona qeyri-qanuni hərəkət etməməlidir. Amma əksinə biz bəzən görürük ki, sosial xidmətə götürülən şəxs sosial xidmət işçisinə qarşı bəzən görürsən davranışında hədd qoymur, onu təhqir edir, ona vəzifəsindən kənar tapşırıqlar verir. Və bunlar da qanunda öz əksini tapmışdır. Bütövlükdə isə bu qanunlar yəqin ki, gələn həftə parlamentin plenar iclasına çıxarılacaqdır və hər iki qanun qəbul olunacaqdır. Qəbul olunacaqdır. Orada bir məqamda qeyd elədiniz, Musa bəy, hansı ki, ahıllara və əlilliyi olan şəxslərə xidmət edən şəxslərlə bağlı, düzdür, rayon üzrə qeyd etdiniz ki, dəyişiklik olub. Bu, paytaxt və regionlara görə dəyişəcəkmi həmin o şəxsin peşəsinə? Regionlarda və kəndlərdə bir problemimiz yoxdur. Çünki tutaq ki, rayon, məsələn, ən böyük şəhərimiz Bakıdan sonra Gəncədir və Sumqayıtdır. Orada şəhərin bir başına o başına getməkdən ötürü yarım saatdan artıq vaxt lazım deyil. Ona görə də vaxt itkisi yoxdur. Problem əsas Bakıda idi. Ona görə biz Bakıda bu dəyişiklidir. Rayonlarda və kəndlərdə isə onun əgər qohumu yaşayırsa orada, ona baxmağa borclu olan qohum, istənilən qohum yox. Ailə üzvəsində yaşayırsa, ona o sosial xidmətə götürülmür. Birinci o adamın vəzifəsidir, borcudur ki, ailəsi üzvü olan ahıl şəxsə və yaxud da əlilliyi olan şəxsə etmədiyi təqdirdə artıq. Etmədiyi təqdirdə, hər hansı şəkildə orada qohumu yoxdursa və yaxud hər hansı səbəbdən imtina edirsə, onda dövlətin sosial xidmət mərkəzlərindən adamlar təhkim olunur ora. Ona ay ərzində hansı sosial xidmət göstəriləcək, onun proqramı tutulur və proqrama da uyğun olaraq sosial işçi həftədə 2 dəfəmi, 3 dəfəmi tələbatdan sonra onun evinə gedir, ona məişət xidməti göstərir, sosial xidmət göstərir, lazımsa onu həkimə aparır, lazımsa onu gəzintiyə aparır, lazımsa onun dərmanını alır, ərzaqını alır, evdə yeməyini pişirir və s. Buna bağlı maraq varmı heç Musa bəy? Xüsusilə də yaxınları tərəfindən? Kifayət qədər. Burada söhbət maraqdan yox, daha çox ehtiyacdan gedir. Ehtiyacı olan belə şəxslərimiz də var, amma mən deyim ki, son illərdə son illərdə bəli, müraciətlər daha artıbdır. Əvvəl bizim bu milli mental dəyərlərimiz ki var, çoxsun ailənin tutaq ki, ona baxmağa oğlu qızı yoxdur, amma qardaşı oğlu var, qardaşı qızı var, bacısı var, qardaşı var. Bunlar istəmirdilər ki, o ailənin o problemi kənar şəxslər gəlsin, həll eləsin. Amma yavaş-yavaş bilsən, inteqrasiya elədikcə Avropaya müəyyən dəyərlər də aradan çıxır. Çox təəssüf ki, onda yenə dövlət sinəsini verir qabağa, necə deyərlər, deyir ki, sənə baxmağa borclu olan qohumun yoxdursa,
Yəni sözümün canı nədir? Dövlət səni himayəyə götürür. Musa bəy, burada müəyyən güzəştlər, hansı ki az öncə də sadaladınız, pensiya ilə bağlı məsələsi var, həmin şəxsin müəyyən ödənişlərinin olunması, yəni dövlət bununla bağlı da müsbət addımlar atır. Atdıqca da, dəyişiklik edildikcə də, ona görə deyirəm ki, bunu gördükcə vətəndaşlarımızdan, xüsusən də həmin ahıllara ya da əlilliyi olan şəxslərin gedim mən də qulluq eləyim, mən də o müavinətdən yararlanım kimi bir maraqları artıbmı? Yəni siz demək istəyirsiniz, burada subyektiv yəni amillərin artmağı. Yox, burada o artmağın, azalmağın bir o qədər təsiri yox, çünki kifayət qədər sərt tənzimlənir, yəni dövlət ehtiyacı olmayan şəxsə hansısa bir subyektiv sənəd əsasında bunu etmir işte. Və bəzi hallarda belə bir şey olur, qeyri-qanuni tələblər, misal üçün kənd yerində yaşayan yaşlı insan gəlir deyir ki, sosial xidmətçisinə mənim bostanımı bellə, mənə kartof ək burada. Onun vəzifəsi deyil əslində onlar. Belə tələblər olur, təbii ki, onlar da müəyyən hüquq çərçivəsində həll olunur deyirsiniz. Burada ümumiyyətcə, təbii ki, Milli Məclisdə cəmiyyətin, vətəndaşlarımızın ehtiyacı çərçivəsində müəyyən təkliflər sürülür, dəyişikliklər olunur da bunun zərurətini müşahidə edib dəmi bu cür dəyişikliklərin olunmasına təklif etdiniz, yoxsa müraciətlər mi gəldi? Tamamilə doğrudur. Burada həm müraciətlər var, həm də qanun işlədikcə onun müsbət və mənfi cəhətləri ortaya çıxır. Harda boşluqlar var ortaya çıxır və sosial sifariş yaranır cəmiyyət tərəfindən. Ondan sonra bu dəyişikliklər, bu tələbatlar artır. Məsələn, inkişaf etmiş dövlətlərdə, xüsusən Avropa dövlətlərində daha geniş şəkildə yaranıb özəl pansionatlar. Xüsusilə bu yaşlı insanlar çoxsu özəl pansionatlarda yaşamağı daha üstün tuturlar. Nəinki evdə tənha və yaxud da ailə üzvləri ilə bir yerdə yaşamağa. Dövlətlə müqavilə bağlayır bəziləri. Deyir, məsələn, mənim bankda bu qədər pulum var, yaxud da pensiyam bu qədərdir, yaxud da özümün mülküm var, daşınar, daşınmaz əmlakım var. Müqavilə əsasında bunu verir həmin vətəndaş, yaxud da özəl sektordadırsa, özəl sektora, dövlət və özəl sektor qarşılıqlısa müqavilə əsasında verir. Deyir ki, mən istəyirəm ki, məsələn, pansionatda yaşayayım orada, çünki həmişə həm yaşlıları da var, onlar da müxtəlif, onları maraqlandıran və sosiallaşdıran proqramlar da var. Orada yaşayan, orada mən xidmət göstərəm, istənilən halda da mənə əlavə xidmət göstərilməkdən ötürü, əlavə komfort yaratmaq ötürü bu mülkümün də vəsaitini bura yönəldirim. Amma bizim hələlik bu mentalitet buna o qədər imkan vermir. Hətta görürsən, bəzi hallarda qocalar evlərindən vergişlər hazırlayırıq. Doğrudur bunlar. Amma həyatın tələbləri tamam fərqlidir. Mən hesab edirəm ki, yaxın 15-20 ildən sonra bizdə də bu zərurətlər yarana biləcəkdir. Yarana bilər. Bu arada biz düzdür, Bakı üzərindən də daha çox fokuslandıq. Təbii ki, digər regionlarımızdan da Qarabağ, Şərqi Zəngəzurla bağlı məsələni də istəyirəm biraz sizinlə müzakirə eləyək. Musa bəy, nəzərə alsaq ki, orada yenidən bərpa, quruculuq işləri də həyata keçirilir. Vətəndaşlarımız sonra köçüdə davam edir. Orada işlə təminat da təbii ki, hər şey nəzərə alınır. Elə istəyirəm orada vətəndaşlarımızın işlə təminat məsələsidir, sosial və vergi güzəştləri ilə bağlı məqamlar da çox önəmlidir. Biraz onları da tamaşaçılarımızla bölüşək. Bilirsiniz ki, torpaqlarımız işğaldan azad olunandan sonra elə qısa müddət ərzində Cənab Prezidentin tapşırığı ilə bərpa prosesləri başladı. Yenidən qurma, yenidən abadlaşdırma, bərpa, infrastruktur layihələri və tək şübhəsiz ki, bununla bağlı bir çox qanunlar qəbul olundu və yaxud mövcud qanunlara dəyişiklik oldu. Əlbəttə, Qarabağda və Şərqi Zəngəzurda gedib işləyən insanlarımızın güzəştlərinin, imtiyazlarının müəyyən edilməsi, onların orada iş şəraitinin yaxşılaşdırılması, işə həvəsləndirilməsi üçün ilk növbədə Əmək Məcəlləsində işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssis anlayışı gətirildi və bu mütəxəssislərə bir sıra güzəştlər şamil olundu. Bunlar hansı güzəştlərdir? Birinci növbədə onlara əsas və əlavə məzuniyyətlərindən başqa artıq ildə 5 gün əlavə məzuniyyət təyin olunur. Digər tərəfdə, orada gedib işə başlayanda həmin mütəxəssis bir dəfəlik onun bəzi məişət, sosial qayğılarını yüngülləşdirməkdən ötürü, ya problemləri həll etməkdən ötürü 600 manat məbləğində bir dəfəlik ona müavinət verilir. Orada işlədiyi müddət ərzində, 10 il ərzində 2023-də qanun qəbul olunub, 2023-dən 2033-cü ilə qədər orada çalışan insanların və şirkətlər hamısı bütün vergilərdən azad olunubdur. Torpaq, əmlak, sadələşdirilmiş vergi, gəlir vergisi, mənfəət vergisi hamısına azad olunub. Eyni zamanda
sosial sığorta haqlarının ödənilməsi dövlət tərəfindən subsidiyalaşdırılır, qaytarılır. 2026-cı ilə qədər 100% subsidiyalaşdırılır. Yəni tutaq ki, hər hansı bir vətəndaşımız orada bir şirkət yaradıbdır, orada bir 30 nəfər, 20 nəfər işləyir. Onların sosial sığorta haqları 2026-cı ilə qədər tam dövlət tərəfindən ödəniləcək. 2026-cı ildən başlayaraq isə hər il 20% azaldılmaqla yenə dövlət və şirkət tərəfindən qarşılıqlı şəkildə bu imtiyazlar da deməli öz əksini tapacaq. Digər bir güzəştlərimiz şübhəsiz ki, onların əmək haqlarının əlavələrlə bağlıdır. Əlavələrə 20%lik bir əlavə var, yaxud da bir onda 2 dəfə deyək ki, əmsal tətbiq olunur ki, digər yerlərdə eyni işi görən insanlardan daha çox onlar əmək haqqı alırlar. Təbii ki, onlar orada mənzil şəraitinin təmin olunması, ilk növbədə orada qalıb məskunlaşan insanlarımızın torpaq sahəsi ayrılması, onların məşğulluğuna bağlı özəl deməli, özünə məşğulluq proqramlarına cəlb olunması və s. də tədbirlər həyata keçirir. Hal-hazırda 30 mindən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayırlar, orada işləyirlər, çalışırlar və bu prosesdə davam edir. Məsəl edirəm, bu həm də eyni zamanda belə güzəştlərdən biri Azərbaycan vətəndaşlığı olmayan xarici ölkə vətəndaşının gəlib orada çalışması ilə bağlıdır ki, kvota vardı. O kvota tamamilə aradan qaldırılıb və bu həmin güzəştlər başqa ölkədən gəlib, qardaş Türkiyədənmi, Çindən mi gəlib orada çalışan işçilərə də şamil olunur. Bu qədər. Təşəkkür edirəm sizə Musa bəy, minnətdaram studiya qonağımız olduğunuz üçün və belə bir önəmli məsələlərdə bizi də aydınlatdığınız üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, həm söhbətimiz Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev idi. Hansı ki, aprelin 16-sında Milli Məclisdə komitə iclası keçirildi onlayn formatda və orada 2 qanuna dəyişikliyin edilməsi ilə bağlı məqamlar var idi. O dəyişikliklər nədən ibarətdir, hansı üstünlüklər olacaq, yeni dəyişikliklər nədən ibarət, hansı güzəştlərə gediləcək, bunu Musa müəllimdən bir qədər önəmli şəkildə, önəmli məqamlara toxunaraq təhlil etməyə çalışdıq.